Əziz tamaşaçılarımız, söz verdiyimiz kimi biz növbəti dəfə Marina Village-in qarşısındayıq və sahil xəttindəyik. Hazırda məhz burada Xəzər dənizini səyahət edəcəyik və daha sonra bizim burada həm maraqlı müsahibəmiz olacaq, həm də görüntülərlə sizi tanış edəcəyik. Odur ki, başlayaq səyahətimizə. Bəli, əziz tamaşaçılarımız, çox möhtəşəm bir mənzərədir və görüntüləri siz də izlədiniz. Mən istəyərdim ki, səyahətimizin bu anında bizim hər zaman olduğu kimi məhz buradakı gözəl layihələrlə bağlı bizə məlumatları təqdim edən Leyla xanım yanımızdadır və Sunay bəy yanımızdadır. Mən sözü vermək istəyərdim Leyla xanıma. Necədir təəssüratlarınız Leyla xanım? Xoş gördük Akşin bəy. Təşəkkür edirəm yenidən bizim dəvətimizi qəbul edib gəldiyinizə görə. İndi hal-hazırda gördüyünüz kimi Abşeron Marində, yəni Marina Village-in tam yanında və tanıdığımız dünyaca məşhur Brabus brendinin gücü olacaq burada. Qeyd eləmək istəyirəm ki, layihələrimiz müştərilərimizə tam təminli şəkildə təhvil verilir. Bu layihədə 1, 2 və 3 otaqlı mənzillərimiz, dubleks mənzillərimiz və qeyd eləmək istəyirəm ki, yalnız Brabus sakinləri özünə məxsus olan dəniz çimərliyindən istifadə edə biləcəklər. Hovuzdan, spa mərkəzləri olacaq həmin layihəmizdə. Bu layihəmizdə digər layihələrimizdən fərqləndirən olacaq ki, bu layihədə yeraltı parkinq olmayacaq. Burada artıq şüşəli bir parkovkamız olacaq. Hardakı artıq avtomobil görsənərək, yəni orada park olunacaq. Bu layihəmizdə satış şərtlərimiz 15% ilkin ödəniş ödəyərək 48 ayədək daxili hissəli ödəniş mümkündür. Çox gözəl. Mən istəyərdim ki, Sunay bəy, sizdə də əlavələriniz varsa buyurun. Çünki layihələrin satışında, alqı-satqısında sizin də rolunuz var. Buyurun. Leyla xanım kompleks barədə ətraflı məlumat verdi. Qeyd edim ki, Brabus layihəsi premium segment üçün nəzərdə tutulub. Satış şərtləri çox sadədir, əlçatmaz deyil. Özünə məxsus çimərliyi olacaq, bir neçə xüsusiyyətlərinə görə digər komplekslərdən seçiləcək. Ən əsası da tam dəniz sahilinin kənarındadır, əsas birinci zolaqdadır və bu da digər bir üstünlüyünü təşkil edir. Əziz tamaşaçılarımız, qeyd edim ki, ölkəmizdə bənzəri olmayan möhtəşəm layihədir Sibriz layihəsi və siz də burada mənzil sahibi ola bilərsiniz. Məsələn, Leyla xanıma, Sunay bəyə müraciət edə bilərsiniz, ekranda nömrələri də izləyirsiniz. Brabus layihəsi haqqında ətraflı məlumat verildi. Bu layihənin ən böyük üstünlülərindən biri odur ki, burada mənziliniz olanda hər tərəfdən baxışı çox gözəldir. Hər tərəfdən siz baxış olaraq həm dəniz görəcəksiniz, bir tərəfdən Marina Village-i görəcəksiniz, yax klubu görəcəksiniz, Ayparanı görəcəksiniz, hardakı Cipriani Tower olacaq. Əsas mənzərə gözümüz qarşısında olacaq. Təşəkkür edirəm Leyla xanım. Mən istərdim ki, siz qeyd elədiniz ki, mənzərə olaraq Aypara layihəsini də biz buradan izləyə biləcəyik. Aypara ətrafında digər hansı layihələriniz var və onlarla bağlı da biz tamaşaçılarımızı məlumatlandırardıq? Əlbəttə ki, bizim Avropanın ən böyük kazinosunun yanında olan layihəmiz Reportaj Heights layihəsi və Panorama by Elisab layihəsi. Ümumiyyətlə, Panorama by Elisab Sibrizin ilk brend rezidensiyası olacaq və tam təminli şəkildə də o layihə təhvil veriləcək müştərilərinə. Spa, fitness, kids club, onların hər birindən seçilən layihə olacaq və o layihənin də ən böyük üstünlüklərindən biri odur ki, orada sonsuzluq formasında hovuz olacaq və bu da çox böyük bir maraq doyurur. Və Reportaj Heights layihəsində də tam kazinoya baxış, Dreamfest arenaya baxış, hardakı festivallar və konsertlər keçiləcək. Yəni layihələrimizin hər biri biri-birindən gözəldir. Evdə əyləşib belə pəncərədən onları rahat şəkildə izləmək mümkün olacaq. Bəli, qeyd edeyim ki, Reportaj Heights layihəsində 29.6 kvadratdan başlayır. Yəni çox kiçik studiya mənzillərimiz var, hansı ki, həm investisiya cəhətdən də müştərilərimiz üçün də çox uyğundur. Təşəkkür edirəm ətraflı məlumata görə hər ikinizə və əziz tamaşaçılarımız, biz səyahətimizə davam edirik, amma siz birbaşa qeyd olunan nömrələrlə əlaqə saxlayın və növbəti qeyd olunan layihələrdə mənzil sahibi olun. Leyla xanım, sizə də əlavələriniz varsa buyurun. Əlbəttə ki, Akşin bəy, bizim layihələrimiz 24 nöqtə 6 kvadratdan başlayır. Yəni çox kiçik studiya mənzillərimiz var, hansı ki, həm investisiya cəhətdən də müştərilərimiz üçün də çox uyğundur. Təşəkkür edirəm ətraflı məlumata görə hər ikinizə və əziz tamaşaçılarımız, biz səyahətimizə davam edirik, amma siz birbaşa qeyd olunan nömrələrlə əlaqə saxlayın və növbəti
Siz hətta bu ərazidə gəlib yaxtaları icarəyə də götürə bilərsiniz. Bu gün doğrudan da mən çox zövq aldım Xəzər dənizində yaxtana səyahətdən. Biz səyahətimizə davam edirik, amma yaxtaların icarəsi ilə bağlıdır. İstəyərdim biz bir məlumat verək Leyla xanım. Mən də təşəkkürlərimi bildirmək istəyirəm Vüqar bəyə, bizim kapitanımıza və eyni şəkildə də Sibriz Marinaya ki, bugün bizə bu gözəl şəraiti yaradıb. Eyni şəkildə də siz də dəyərli müştərilərimiz gəlib burada yaxtalarınızı park eləyə bilərsiniz və ya bizim kimi yaxtanı icarəyə götürüb bugün gözəl bir gün keçirə bilərsiniz. Bəli, əziz tamaşaçılarımız, Leyla xanım da dediyi kimi özəl günlərinizi, ad günlərinizi və yaxud da ki, sevgi etiraflarınızı yaxtada edə bilərsiniz. Biz doğrudan da Xəzər dənizində bu səyahətdən çox böyük zövq aldıq və səyahətimiz davam edir. Siz isə düşünməyin, Leyla xanıma, Sunay bəyə ekranda görünən nömrələrlə təbii ki, müraciət edib həm yaxtaların icarəsi mövzusunda, istərsə də buradakı gözəl layihələrdə mənzillə bağlı sifarişlərinizi edə bilərsiniz.